Salam. Bugün biz baxacağıq mənim münasibətlərimdə nələr gözləyir. Hər hansı bir insanla münasibətiniz varsa, ola bilsin ki, ailədir, yaxud da sevgi münasibətlərdir. Bir sözlə münasibətlərimdə məni nə gözləyir, nələr olacaq? 3 variant eləyəcəyik. Buyurun seçin. Başlayaq birinci variantla. Münasibətlərdə nələr gözlənilir? Münasibətlər nələr gözlənilir? Tak, münasibətlər. Dəqiqə. Bu variantı seçənlər biraz ehtiyatlı olun. Münasibətlərdə xəyanət gözlənilir. Ola bilsin ki, sizin partnyorunuz bu oğlan kimi çıxır. Yəni ki, bu variantı seçənlər xanımlardır. Gizli bir münasibətə başlayacaq. Heç kəsin xəbəri olmadığı. Burada ehtiyatlı olun. Və onların münasibətləri uzun çəkəcək. Yəni, onlarda hər şey yaxşı olacaq. Və sizdən ayrılacaq. Bu qadına görə sizdən ayrılacaq. Çox soyuqluq salacaq araya. Ehtiyatlı olun birinci variantı seçənlər. İkinci variant münasibətlərdə nələr olacaq? Dava, söz-söhbət görünür. Bilirsiniz necə ola bilər ki, bu insan sizə söz vermiş, nəsə ciddi münasibətlərə aparacaq, ciddi nəsə eləyəcək. Bu adamdan belə bir şey gözləməyin. Bunlar sadəcə boş yalanlar idi. İnsan ciddi münasibətdən qaçmaq üçün ola bilsin ki, bütün bu münasibətləri bitirəcək. Yəni, sizlə olan münasibətləri bitirəcək. Çünki bu həyata hazır deyil. Yəni, evliliyi, ciddi bir münasibət. Ola bilər ki, o sizdən təzə tanış olanda belə vədlər vermişdi. Sadəcə bunlar boş vədlər idi və inanmırdı ki, münasibətlər bu qədər uzana bilər. Məsuliyyət, əgər siz bu adamla münasibətləri davam elətdirmək istəyirsinizsə, çalışın, ondan ciddi mənada heç nə gözləməyin və tələb eləməyin. Çünki gözləsəz və belə bir nəsə bundan tələb eləsəz ki, məsəl üçün, evlilik olsun, nişan olsun, ailələr tanışsın, o dava qırğınla, belə boş, mənasız bir şeydən problemlərlə bu münasibətləri bitirməyə çalışacaq. Üçüncü variant. Münasibətlərdə nə gözlənilir? Üçüncü variantı seçənlər yəqin ki, öz ailəsinə baxır. Görünür ki, burada söz-söhbətlər var hal-hazırda. Amma narahat olmayın. Yəni, bu insanlar, kimlər ki, bu variantı seçiblər, sizlə ailə dağıtmaq, ailəni elə bir ki, münasibətləri kəsmək istəmir. Münasibətlər olduğu kimi də duracaq. Ola bilər ki, insan sizə qarşı qapalıdır, bəli, belə bir fikirləri var hal-hazırda ki, mənə lazım deyil. Amma bu hirsi, əsəbi keçdikdən sonra narahat olmayın, hər şey qaydasına oturacaq, hər şey əvvəlki kimi də olacaq. Sadəcə o indi nəsə eləmək istəmir. İndi bunu eləmək istəmir, indi variantı seçən, əgər xanımsa da, bəydirsə də böyük narahatçılıq keçirir, stres keçirir, göstəriyor, hər şey bitdi, amma narahat olmayın da, yəni bu müvəqqəti haldır. Narahat olmayın. Ailə davam edir, münasibətlər davam edir. Bugünlük bu qədər təşəkkür edirəm izlədiyinizə görə, çox sağ olun.